Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə iki maraqlı sualın izahına baxaq. Deməli, biz burada PX bir çox ədəd olduğu deyilir və bu şəkildə olunur ki, bu toplam neçədir qeyd olunur və PX bir çox ədədsə, deməli biz burada baxmalıyıq ki, necə etməliyik ki, A plus B plus C plus deyək. Deməli, ikisi yenə bir qiymətini qoysam əgər, P6 o da bərabərdir. Diqqət etsəz görərsiniz ki, A üstəgəl 1 üstəgəl B üstəgəl 2, o da üstəgəl C çıx 1 üstəgəl D alınmış olur. Yəni əslində bu ifadə bizə A, B, C və D-nin cəmi əlavə də üstəgəl 2 vermiş oldu. Və indi biz baxaq ki, bəs bu ifadə necə eləyək ki, P6-nı almış olaq. P6-nı tapa bilməyimiz üçün də x-in yenə 2 qiymətini qoymalıyıq. X-in yenə 2 qiymətini qoyanda P6 o da bərabərdir. 8 çıx 4 vur 4 üstəgəlinsin 4 çıx 3 kvadratı üstəgəl 4 vur 2 üstəgəl 1 eləmiş olur. Bunun da cavabı bizə 2 verir. Yəni əslində biz P6-nın qiymətinin 2 olduğunu gördüksə bu ifadə 2-yə bərabərdir. Bu ifadə 2-yə bərabərdirsə buradan A plus B plus C plus D-nin də 0 olduğunu görmüş olduq. Növbəti sualımıza keçək. Deməli belə bir PX çox ədəsi verilir və sabit və sıfırdan fərqli QX çox ədədləri üçün bu bərabərlik ödənir və PX plus 2 çox hədisinin əmsallar toplamı QX çox hədisinin sabit həddinin 3 qatı olduğuna görə K bizdən soruşulur. Deməli, PX və QX bir çox hədlərdir. Birinci növbədə biz baxmalıyıq ki, bunun əmsallar cəmi soruşulursa nə olur olsun? Əmsallar cəmi deyən x-ni 1 qoyulmalıdır. Burada isə sabit həddi soruşulursa nə olur olsun? X-ni 0 qiyməti qoyulur. Buradan da P3 o da bərabərdir. 3 özü qeyd edir ki, sabit həddinin 3 qatına bərabər olduğuna görə 3 Q 0 olduğuna görə. Deməli biz baxmalıyıq ki, P3-ü necə yaradaq? P3 yaratmaq üçün təbii ki, bu ifadə x-in yenə 0 qiymətini qoya bilərəm. X yenə 0 qoyanda, bu isə də x-ə 0 qoyanda P3 o da bərabərdir. K vurulsun Q0 əldə etmiş oluruq. Və buradan da P3 gördüyüm yerə də artıq 3 Q0-ı qoyaram. 3 Q0 qiymətini qoyan zaman da avtomatik olaraq K-nın qiyməti 3 alınmış oldu. Çünki buradan Q0-lar ixtisar getdi. K bərabərdir 3 əldə etdik. Növbəti suallarda görüşərək hər ikisi olar.